Çox təəssüf ki, günümüzdə çox şirkətlər ancaq yönəlirlər müştəri məmnuniyyətinə. Müştəri məmnun olsun, müştəri məmnun olsun. Daha fikirləşmir ki, müştəri məmnuniyyətinin də bizə qazandıran o işçilərdir. Əgər işçi çalışdığı yerdən məmnun deyilsə, mənə heç vaxt o müştəri məmnuniyyətini qazandıran deyil. Özü məmnun olmayan adam bir işlədiyi yerdən müştərisini necə məmnun edə bilər ki? Ona görə də hər bir biznes adamı, hər bir satış rəhbəri birinci növbədə öz işçisini məmnun etməlidir. Mənim müştərilərim məndən razı qalsın, qalan şeyim boş şeydir. Yox, çox yanlış düşüncədir, çox səhvdir. Birinci növbədə o komandaçılıqda, o komanda ruhunu deyirik ki, əgər düzgün şəkildə formalaşdırmaq lazımdır, o işçi orada məmnun olmalıdır. İşçi məmnuniyyətdə bir saydıq, hamısı ondan gəlir. İşçilərə yanaşmaq şəklindən gəlir. İşçi üçün yaratılan şəraitdən gəlir. İşçiyə verilən dəyərdən gəlir. Çünki onlar olmayan yerdən sən işçi məmnuniyyətini qazana bilməzsən. Və işçi məmnuniyyəti olmayan yerdə heç bir satış rəhbəri, heç bir patron müştəri məmnuniyyətini qazana bilməz. Bunu yaddan çıxarmayın.